Qardaşım şəhid olandan sonra mən gördüm ki, evə gələnlər çoxdur. Ümumiyyətlə şəhidlər unudulmasın deyib mən bu muzeyi yaratdım. Bir amalım, bir fikrim var. Azərbaycan şəhidlərini içində qardaşım olmaq şərti ilə mən dünyaya tanıtmaq istəyirəm. Qardaşımla eyni gündə antiterror əməliyyatında şəhid olmuş onlar hamısı mənim qardaşımdır. Onların şəkilləri çoxdur. 201 şəhidin şəkli var. Bir də 44 günlük Vətən müharibəsində Balakən şəhidlərini bura yerləşdirə bilmişəm. Ayın 19-u axırıncı saat 2-də mənlə danışdı. Telefon dedi ki, biz ermənilərin 3 dənə mövqeyini vurmuşuq. Biz onları yerdən bir eləmişik. Axşam xəbərləri baxardı. Onun maşınını vurmuşdular. 19'u saat 3-4 arası məndən saat 2'də danışdı. 1 saat sonra vurulubdu. Ondan sonra yaralı qaldı. Ayın 24'üne qədər. 24'ü səhər saat 6'da şəhid oldu. 3 dənə yadigar qoyub gedib. 19 sentyabr idi. Zəng elədi mənə. Mənim uşaqlarım sənə tapşıram, uşaqlarım sənə əmanətdir. Qalan şeyi əmsinə tapşırmışam, abış əmsinə. Əsas da Yusifmə yaxşı baxasan. Mən zəng eləməsəm, mənə zəng eləməyəsən. Son kəlməsi bu oldu. 16 il idi ki, hərbidə işləyirdi. Çox yaxşı, ailəcanlı. Addımbaşı zəng eləyərdi, uşaqlarına maraqlanardı. Hər həftə 6 bazar gələrdi. Uşaqlarını aparardı, gəzdirərdi. Əsasda son vaxtda Şəhidlər Xiyabanına uşaqları ziyarətə aparardı. Onlar da bizim qardaşımızdır. Vətən uğrunda şəhid olublar deyərdi. Qızlar başa düşür, heç nə baş-başa verib ağlayırlar. Atam deyir bizə göylərdən baxır. Atam bizi göylərdən izləyir. Biz yaxşı olmalıyıq, yaxşı oxumalıyıq ki, atamın ruhu da şad olsun deyir. Mən atamla fəxr edirəm. Torpaq üçün, yurd üçün canını qurban verən, bütün tapşırıqlara öndə qorxmadan gedən, vətənini balaca Yusifindən çox sevən, igid əsgər qəhrəman Sərxana borcluyuq biz. Qeyd edək ki, Balakənin Tülü kəndindən olan Sərxan Köklərov 2005-2007-ci illərdə hərbi xidmət keçdikdən sonra müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu kimi ordu sıralarına qatılıb. 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçib. Su qovuşanın azadlığı uğrunda və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub. 2023-cü ilin 19-20 sentyabr tarixlərində lokal tipli antiterror tədbirləri zamanı göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Vətən uğrunda medalı ilə təltif edilib.